Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Azərbaycan bəlkə də dünyada çox nadir ölkələrdən biridir ki, gündəlik mediası, mətbuatı, sosial şəbəkələri aid olmayan mövzuları müzakirəyə çıxarılır, özünə dəxli olmayan məsələləri müzakirə edir və münasibət sərgiləyir. Təqribən bir neçə gün ərzində mən ümumi xəbərlərə baxdım. Təqribən hər 10 xəbərdən təxmini nəticə belədir. Hər 10 xəbərdən demək olar ki, 9-u ümumiyyətlə gündəmə, ölkə gündəminə aidiyyəti olmayan məsələlərdir. Sadəcə bir çox məsələlərdə saxtalıq, kopya elədikləri kimi bu gündəm mövzusunda da aidiyyəti olmayan mövzuları saxta formada ölkədə gündəm kimi təqdim edirlər, təqdim olunur və eyni zamanda hər 10 xəbərdən təqribən 7-si İran barəsindədir, İran haqqındadır. Yəni İran, Amerikanın İranı vuracağı ilə bağlı, İran dağıldı, İran belə oldu, İran elə oldu. İran haqqında demək olar ki, artıq İranın hər kəndi ilə bağlı, hər vətəndaşı ilə bağlı az qala biraz mübaliğə olsa da bunu belə deyəcəm. Az qala İranın hər bir vətəndaşı ilə bağlı Azərbaycan mediası xəbər hazırlayır, canlı yayımlar açırlar, saatlarla canlı yayım. Öz ölkəsində deməli heç bir söz haqqı olmayan, öz ölkəsində ən balaca ibtidai hüququ müdafiə etməyə cəsarəti çatmayan adamlar ekspert kimi gəlirlər, həmən o deməli canlı yayımlarda bir amiranə görünüş alırlar və politoloqlar eləyirlər. İran belə olacaq, elə olacaq. Dünən diqqətimi bir mövzu çəkdi. Deməli, Elçin Aloğlu adında bilirsiniz bir yahudi sifət jurnalist var. Əvvəl biraz rəng qatmaq üçün İsrail, Amerikanın hegemonluğundan danışır və s. Sonra İranın biraz inkişafına da toxunur və sonra yenə də gətirir məsələni bağlayır ki, bəs İran dağılmalıdır, İran bir neçə hətta dövlət yaranmalıdır İranın daxilində. Türklər bir tərəfdən, farslar bir tərəfdən, bəluzlar bir tərəfdən. Niyə? Səbəb nədir? İran niyə dağılmalıdır? İran dağılsa sənə nə verəcəklər, nə qazanacaqsan? Heç nə. İran ona görə dağılmalıdır ki, İran dini dövlətdir. İran molla rejimi var İranda. Amma İranın molla rejiminin inkişafı, molla rejiminin daha doğrusu İranı necə inkişaf etdirməsi haqqında əsaslı faktlar kifayət qədərdir. Və eyni zamanda İranın inkişaf etmiş ölkələrlə daban-dabana deməli irəliləməsi və hətta bəzi hallarda demokratik inkişaf etmiş ölkələr hesab olunan bəzi dövlətlərdən də neçə addım qabağa keçməsi ilə bağlı və məhz bunun da molla rejiminin cəsarəti, fədakarlığı, bacarığı, ondan sonra ağlı və s.'nin əsasında baş verdiyini heç kim dilə gətirmir. Elə hamının bir sözü var, İran dağılmalıdır. Niyə? Çünki İran molla rejimidir. Bu nə məntiqdir, bu nə düşüncədir? Siz axı necə biçirsiniz? Ölkədə əli qələm tutan, dili söz tutan deyir, o məmə deyəndən pəpə yeyənə qədər belə bir söz var. Hamısı düşüb ki, İran dağılmalıdır. Heç bilmirlər bəlkə də İran, yəni İranın sistemi nədən ibarətdir, İranın istəyi nədir, İranda inkişaf hansı mərhələdədir, İranda dövlət, deməli, xalq, hakimiyyət, xalq münasibətləri hansı səviyyədədir, İrana ümumi dünyanın baxışı necədir. Bunları çoxusu, mən əminəm ki, çoxusu bilmir, ya bilmək də istəmir. Bilənlər də bu mövzuları təbii ki, qabartmayacaqlar, gündəmə gətirməyəcəklər. Əlqərəz, baxın, Azərbaycan mediasını, Azərbaycan sosial şəbəkələrini məhz bu cür, indi İran əlverişli bir variantdır, bu cür deməli mövzularla
gündəmi doldurmaq istəyirlər. Amma ölkədə baş verən proseslər, ölkədə baş verən hadisələr o qədər ciddidir ki, o qədər təhlükəlidir ki, o qədər həyatı önəmlidir ki, gərək Azərbaycan mediası və ən azı sosial şəbəkələr bu mövzuları gündəmdə saxlasınlar. Məsələn, dünən bir nəfərlə əlaqə saxladıq və Azərbaycanda elə ikimizin də əlaqə saxlayan insanla mənim aramda, ikimizin də söhbət bizdən gedir. Müştərək tanıdığımız bir nəfər var. Yəni elə də zəif adam deyil. Ölkə ictimai-siyasi deməli meydanında kifayət qədər tanınan və sözünü deyə biləcək bir adamdır. Amma ölkədən baş götürüb qaçmaq istəyir. Yollar axtarır ki, ölkədən necə çıxsın, niyə? Ailə, uşaq, kreditlər, borclar, iş yeri yox, iş tapa bilmir. Razıdır ki, ölkədən getsin hardasa, deməli, təmizləyici işləsin, fəhlə işləsin, nə olur işləsin, amma pul qazansın, uşaqlarına göndərsin. Əziz izləyicilər, bu hal bir dənə deyil və yaxud da bu hal deməli, bir ictimai-siyasi proseslərə qatılıb hakimiyyəti ara-sıra deməli tənqid edən insanlarla bağlı da deyil. Bu hal bütün ölkəni bütövlükdə cənginə almış bir problemdir. Bu gün Azərbaycanda ailələrin demək olar ki, evlənən cütlüklərin təqribən yarıdan çoxusu bir neçə ildən sonra boşanırlar. Bunların əsas səbəbi iqtisadi problemlərdir. Yəni ər kişi öz ailəni dolandırmaq vəzifəsini yerinə yetirə bilmir və nəticədə ailələr dağılır, uşaqlar yetim qalır. Bir ölkənin, bir millətin gələcəyi ailə institutlarının möhkəmliyidir. Əgər bir ölkədə ailələr, qurulmuş cütlüklər, yəni evlənmiş cütlüklər bir neçə ildən sonra boşanırlarsa, ailələr dağılırlarsa, hələ mən bunun digər fəsadlarını demirəm. Uşaq hansı formada böyüyür, hansı travmalarla böyüyür, qadın hansı problemlərlə üzləşir, hansı çətinliklərlə üzləşir, kişinin həyatı hansı səfir vəziyyətinə düşür. Bunları mən hələ bunları demirəm. Bir dövlət baxımından, dövlət olaraq əgər biz dövləti istəyiriksə, dövlətimizi seviriksə, bu məsələlərin üstündə ciddi dayanmalıyıq ki, ailələrin dağılması dövlətin olmaması anlamındadır. Bugün gənc ailələr əgər dağılırsa, o gənc ailələr 10 ildən, 15 ildən sonra ölkədə söz sahibinə çevrilən insanlar olurlar. Onlar ölkənin idarə edici orqanlarında deməli qərar verici şəxslərə çevrilə bilirlər. Amma o ailələr əgər dağılırsa, dövlətin kiçik modeli dağılırsa, o artıq dövlətin özü də təhlükə altına düşür. Bir çox mövzularda onsuz da məsələn uşaq pulu ilə bağlı, sonra pensiya yaş həddinin qaldırılması ilə bağlı, sonra deməli müavinətlərin verilməməsi ilə bağlı və yaxud da müavinət alan adamların sayının məhdudlaşdırılması, kifayət qədər vəziyyət elə bir həddə gəlib çatıb ki, ağırlaşıb ki, ölkədə bu mövzuları danışmaqla bitmir. Bu mövzular siyasi mövzu deyil. Bu mövzular düzdür. Hardan baxsan gedib siyasi idarəçiliyə gedib çıxır əsası. Amma biz hələ bunu siyasi motivdən, siyasi müstəvidən bu məsələyə yanaşmırıq. Hələ bu məsələ ölkənin iqtisadi bir məsələsidir. Ölkədə işsizliyin olmaması. Siz bilirsiniz ki, ayın 20-si deməli Azərbaycan Trumpın təqdim etdiyi və rəhbərlik olduğu Qəzza Sülh Şurasına qoşuldu və ora qoşulmaq üçün də daimi təsisçi üzv kimi ora qoşulmaq üçün də deməli 2 milyard manat ora pul ödədi. İndi siz təsəvvür edin, həmən məbləğ Azərbaycanın təqribən büdcəsi 38 milyarddır. 38 milyard ümumi büdcəsi olan bir ölkənin 2 milyard durub Trumpa rüşvət verməsi bu gör nə qədər böyük problemlər yaradır. Ölkədə vergilərin artırılması, iş yerlərinin qapadılması, iş yerlərinin bağlanması və yaxud da işçilərin ixtisarlara getməsi və s. bunlar hamısı çox ciddi problemlərdir. Bu qədər problemin içində əgər
Azərbaycan durub, yəni heç bir müzakirə etmədən, heç bir deməli heç nəyə baxmadan öz xoşu gəlsin, yəni Trampı buna bir dənə malades desin deyə 2 milyardı aparıb Trampa rüşvət verməsi bu ölkə vəziyyətini xeyli ağırlaşdıracaq və əlbəttə ki, bu cür ailələrin də ölkədən qaçmasına səbəb olacaq. İnsanlar bir tikə çörəyin deməli ardınca düşüblər. Deyir o söz var, çörək atdı olub biz piyada. Ölkə o vəziyyətdədir. İndi bu qədər insanlar, bu qədər məsələn özünü politoloq, mütəxəssis, zibil hesab eləyənlər durub müxtəlif fikirlər səslənir. İran belə olacaq, Amerika belə eləyəcək. Sənə nə? Sənin öz vətəndaşın bir tikə çörəyə görə razıdır ki, xarici ölkələrə getsin, Avropaya, Rusiyaya, ora getsin, orada gedib məsələn tualet təmizləsin, orada gedib zibil atsın, bir tikə çörək balasına gətirsin, yedizdirmək üçün. Sən bunun dərdini çəkmirsən. İran dediyinə görə bəzən durub deyirsiniz 30 milyondur, 15 milyondur. İndi qaldırıblar maşallah 60 milyona qaldırıb çıxardıblar. Yəni bu yaxınlarda inşallah elə İranın 90 milyonunu İranın elə hamısı türklər olacaq. 90 milyon hamısı türk olacaq. Ondan sonra bu söhbət də bitib qutarıb gedəcək də, deyəcək də bitdi, qutardı, getdi. Türk dövlətdir də vəssalam. Axı bu qədər deməli orada əgər sizin dediyinizlə 30 milyon, 20 milyon, 15 milyon fərq eləmir nə qədər türk varsa, onlar orada öz yaşayışlarından məmnundularsa və öz hökumətlərinə, dövlətlərinə bağlıdırlarsa və mərd-mərdanə öz rəhbərlərinin arxasında durub Amerikanın burnunu yerə sürtürlərsə, şəhadət eşqi ilə yaşayırlarsa, istəyirsiniz ki, onlar da gəlib sizin kimi kölə vəziyyətində düşsünlər, acından ölsünlər. Baxın, İranın da vəziyyətinə baxın, o qədər sanksiyalar, o qədər embargolar, o qədər problemlər, dünyanın bütün çaqqal-çuqqalı hamısı tökülüb İranın üstünə, amma onunla belə gedin baxın, İranın da, İran vətəndaşının da yaşayışına baxın, öz yaşayışına da baxın. Baxın, müqayisədə İran vətəndaşı ölkədən acından neçə İran vətəndaşı ölkəni tərk edir, Azərbaycandan neçəsi tərk edir. Axı buna baxın da siz. İrandan da əlbəttə ki, ölkəni tərk edənlər var, Avropada yerib yaşayanlar var. Və onların böyük əksəriyyəti İranda rejimi istəmirlər, dindar kimi olmaq istəmirlər. Onlar istəyirlər ki, günah həli olsunlar, onlar istəyirlər ki, hər şey açıq-saçıq olsun, onların başqa dərdi yoxdur. Onlar o keyf dalıca, ləzzət dalıca Avropaya gedirlər. Amma Azərbaycan vətəndaşları bir tikə çörək. Baxın, bugün Avropanın demək olar ki, elə bir kəndi yoxdur ki, orada bir Azərbaycanlı olmasın. Elə bir şəhəri yoxdur ki, orada Azərbaycanlı olmasın. Azərbaycan gənc qızları, gənc oğlanları tökülüblər Avropanın küçələrinə, hərəsiz yazıqlar. Bir tikə sahibsiz, yiyəsiz, kimi harada öldürdülər, kimin harada başlarına gətirdilər, heç kim maraqlanmır. Bu xalq yazıq deyil. Qulu Məhərrəmli kimilər, ondan sonra adını bilmədiyim, çoxunda Fazıl Mustafa kimilər, ondan sonra Sabir Rüstəmxanlı kimilər və s. Bunlar da düşüblər, ay biz türkük, ay biz İran belə olmalıdır, İran elə olmalıdır. Bədbaxtlar, siz baxın görün bu 10 milyonluq Azərbaycan deyirsə, bunun vətəndaşı hardadır, hansı gündədir? Türkiyənin küçələri, kafe barlarında Azərbaycan qızları orada hansı əziyyətlə çörək qazanırlar. Rusiyanın küçələrində elə, Qazaxıstandan tutulmuş Çinə qədər, bütün dünyanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycanlılar bir tikə çörəyin dalıca düşüb gedib ora çıxmasınlar. Siz də düşmüsünüz ki, ay bu İranı dağıt. Mümkündür də hər şey nəzəri cəhətdən hər şey ola bilər. Nəzəri baxımdan hər şey mümkündür. Hələ biz o müqayisə eləmirik. O dağıldı nə olacaq? Onu da özə gətirib qul eləyəcək, tay eləyəcəksən. Sən Azərbaycan vətəndaşı nə gündədir ki, Azərbaycan hələ ictimai-siyasi prosesdə özünü görən, orada deputatlığa namizəd verən adamlardır, mən danışdığım adamlar ki, bunlar durub bir tikə çörək üçün ölkədən qaçmaq istəyirlər. Hələ mən o sıravi insanların vəziyyətini demirəm. Biliyor sıravi insanlar nə gündədir. Siz də durub düşmüsünüz ki, Amerika bu an vuracaq, sabah vuracaq, 5 dəqiqədən sonra vuracaq, 10 dəqiqədən sonra vuracaq. Amerika, İran rəsmiləri, İran xalqı birinci durub hakimiyyətinin, dövlətinin dalında. İran dövləti də kişi kimi mərdcəsinə durub xalqı ilə birlikdə Allahın ipindən yapışaraq
Allah düşmənlərinə deyir ki, gələcəyiniz varsa görəcəyiniz də var. Gəlin şilləni qoyum ağzınızın üstünə qayıdın. Necə ki biz bunu görürük. 25-ci ilin iyul ayında 12 günlük savaşda biz açıq gördük. Amerikanın, İsrailin, İngiltərənin ağzının üstünə şillə necə dəydi. Dünya mətbuatı müəyyən deməli manipulyasiya eləyir, müxtəlif formalarda yalan, şayə dolu məlumatları yayırlar. Ay, Amerika belə elədi, İsrail belə elədi. Amerikanın əgər İrana qarşı bir şey eləmiş olsaydı, rejimi dəyişərdi. Müxtəlif başqa şeylər eləyərdi. Gördünüz necə? Gəldi, burnu yerə sürtüldü, qayıtdı. Bəstirində düşmüsünüz, cəmaatı da alladırsınız, utanmırsınız, ayıb deyir, axı olayla. Siz o YouTube kanalları açıb hakimiyyətə yaltaqlıq, tulalıq eləyən jurnalistlər, kanallar, siz o hakimiyyətdən aldığınız paketləri necə yeyirsiniz, onu necə uşağıza yedizdirirsiniz? Bu cür yalan, saxta məlumatlarla, deməli, informasiyalarla cəmaatın başını qatırsınız. Həqiqətləri deyin, ölkədə vəziyyəti işıqlandırın. Almayın, siz də nə olursa utanmırsınız, siz özünüz hökumətdən aldığınız 5-3 manat qəpik quruşla deməli tox yatırsınız. Divarın o tayında qonşunun acından ölür, axı ac yatır. O necə olur o? Rahat da onun o aclığından iniltisi, o uşağının ağlaması sizin qulağınızı, vicdanınızı kar eləyib də, ona görə eşitmirsiniz. Bu Azərbaycan gündəmi budur. Azərbaycan gündəmini dəyişmək lazımdır. Real gündəmi gətirmək lazımdır. Real mövzuları gündəmə gətirmək lazımdır. Ölkə məhv olur gedir. Bir dənə ailə öz istədiyi kimi davranır. Ailə də batıb məhv olub. Ailənin özü çürüydü. Çürük bir ailə Azərbaycana nə bir gün ağlayacaq. Ailənin özü zaten çürüydü. Əzizləyicilər, hesab edirəm ki, Azərbaycan xalqı mütləq ayılmalıdır, ayılacaq və bu düşdüyü problemdən məhz özü Allahın ipinə, dinə sarılmaqla xilas ola biləcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.